Herkese salam, kanalıma videolarımdan xoş gəldiniz. Mən Asim. Bu günləri həftənin 5-ci günüdür və sabahları mənim 2 dənə hazırlığım var. Biri informatika, biri də riyaziyyat. Ona görə eləməli olduğum şeyləri bura yazmışam. Nə etməliyəm? Bir dəqiqə. Fizikadan 2 dənə sınaq işləməliyəm. İnformatikadan ev tapşırığını yazmalıyam. Sonra AMON suallarına baxmalıyam. Həndisənin əsanslaşlarından 2 sınaq, üstbucaqlardan 2 sınaq, faiz nisbət tənasübdən 2 sınaq işləməliyəm. İngilis dili işləməliyəm. Rifonun suallarına baxmalıyam. Python öyrənməliyəm. Bu YouTube videosunu paylaşmalıyam və bir də idman eləməliyəm. Bu qədər. Bu informatikadan ev tapşırığını yazmışam. Sadəcə öyrənmək qalıb, nəzəriyyə hissəsi və nəzəriyyəni də böyük ehtimalla axşam yatmamışdan qabaq öyrənərəm. Qalır sadəcə indi eləməli olduğum fizikadan 2 sınaq. İndi 2 dənə sınaq tapacağam fizikadan. Əslində yəni bir dənəsi var. Bir dənəsini tapacağam və o sınağı da yazacağam. Ondan sonra da onun suallarına baxarıq böyük ehtimal. Yes sir. Yes sir. Yeah. Türekin əlində 1 milyon dollar, boş olan cebiniz bir gündə dolar. Pulun çoxdur amma düşmüsən ola, maşının olun vermədən də kola. Paralel dünyada rich life, rap, business, education, hobby, Harvard. Gözünü yumursan yanına uzanır əlində Vine'la Robbie Margaret. Düşürsən haniden, sen kime çok yakınsan kaniden. Manastan üstünsən Larry'den. People wear a wig, big money gang. Sülhün rəmzi göyərçin. We keep peace on a cage, ey. Anlamadan otur. Uşaqlar, deməli belə fizikadan artıq bir sınağı bitirdim. Fizikadan bir dənə sınaq yazmağım qalıb və istəyirəm ki, bir dənə fizikanı saxlayım. Bir sınaq, həmin o bir sınağı saxlayım. Gedim riyaziyyatı işləyim. Riyaziyyatdan nisbət tənasüb faiz. Çünki aralarında ən rahat odur. Onu işləyib aradan çıxardım. Sonra gedim ingilis dilini işləyim. Ondan sonra həndəsənin əsanslaşlarını işləyim. Sonra fizikanı işləyim. Sonra ən axırıncı üstbucaqları işləyim. Məncə qəşəng olar belə eləsək. Dedim ona görə indi bir dənə faiz nisbət tənasübdən 2 dənə sınaq tapım, onları işləyim. Boş ver, anlamadan otur geç. Tərsün get bir də kont qara dey. Naton rap type don't ver. Telefonu dünyamı sığdıracağım. Qanad olub dünyanı qaldıracağım. İşığa marxamca gözləmə gəl. Sərvətim sizindir ölsəm əgər. Onları özümə inandıracağım. Alda da pulları yandıracağım. Ey gör ki yaşayırıq Bakıda nələr. Problemlər kimi götür dənələr. Yumruq yeməmişəm Tyson'la nələr. Nakazat eləyir Lucky nənələr. Look, it's full of money. No forma according band funny. Her şey eyni qalı saatlar, her yer Immortal Borkov, Salvador Dali. Rapi mənzildir, mən mənzilə doğru. Getdicə divarda rəsimlər dolu. Deməli belə, hal-hazırda faiz nisbət tənasüb bitirdim və bu sınaqları xurama yazdım faiz nisbət tənasübdən. Bəs sınaq qabağıma sayt çıxdı və girdim oradan işlədim. Yəni ki 25 sualdan 25'ini düz yazdım. 2 sınaq 50 sualdan 50'sini də düz yazdım. Belə bir şey oldu. Hə. İndi isə keçəcəyəm neynəməyə? İngilis dilini ya da ki ingilis dilini İngilis dilini işləyim. İngilis dili maraqlıdır, biraz qəşəng, yəni xoşum gəlir o kitabda. İngilis dili işləyim, bir də lüğət təkrarlayım. Deməli belə. Hə. Bir dənə kofe hazırladım. Sonrasında ingilis dilini götürdüm və bu kitabı işlədirəm də. Bundan əvvəlki videolarda göstərmişdim. Nəysə, başlayıram işləməyə. Bu arada bir şeyə fikir verdim. Mən Peşə Festə getmişdim və Peşə Festdə getdiyim videonu çəkmişəm. Editləmək təmiz ağlımdan çıxıb. Kompüterə atmışam və papkada qalıb. Bu papkada ki Pictures bölməsindədir. Mən də ora baxmıram da, videolar qisminə baxıram həmişə baxanda. Təmiz ağlımdan çıxıb mənim bunun Picturesdə saxladığımı atdım indi videolara ki, sonra mən bunu editləyim. Düzdür, çox da belə bomba bir video çıxmayacaq ortalığa. Ən azından videodur da. Maraqlı bir şey olar ən azından. Həmin gün nə qədər biz əylənməsəydi, nə qədər maraqlı olmasa da bizim üçün. Bəlkə siz baxanda maraqlı olar sizin üçün. Bilmirəm, editləyərəm bu günləri. Bu gün indi editləyərəm. İngilis dilini yazım. Sonrasında İngilis dilini yazandan sonra nələr qaldı? Fizika, üçbucaq, həndisənin əsanslaşları, rifo, AMO. Hə, arada bir 15-20 dəqiqəmi ayırıb bunu editləyərəm, problem olmaz o qədər də. Belə bir qərara gəldim ki, İngilis dilindən sonra fizikadan bir dənə sınaq qalır deyə onu işləyim, ondan sonra videonu editləyim. Əsas bir dənə fizikanı aradan çıxardıq.
İçirəm aşıram partidə deməli sərxoş olmamışam zəlzələ olur Everest unudub oluram Uludağ yeni dünya üçün bəs edir bir otaq Albom qanad açıb səmədə uçur Kapitan deyiləm bu dəfə pilotam Günəşi həridən yeganə güzgüyəm Dünyanın görünən üçüncü gözüyəm Adım qələbədir zəfərin özüyəm 100 illik ölkəmin əbədi düzüyəm Yaxınların ciddi almırsa vecinə Düşmək çətin olur o zaman rejimə Yeni bir levela keçirəm özündən başqa sən güvənmə heç kimə Naton çox şirindir çünki səhərlər Qarışdırır yer balilanları Xırda balıqlarla eşkimiz olmur bir okeanda minili balinaları Uşağın konfetin əlindən alır Santa Claus'a o hələ də inanır Açdığım yara bil elə belə yara deyil Qəlbə yarası bu dərində qalır Zəng elə söy Zəng elə söy Dünyadan heç nə qalmır bizə onu rəndələ söy Yes elə söy Yes elə söy Qurtara bilərik onu oradan biz nəsələ söy Zəng elə söy Zəng elə söy Dünyadan heç nə qalmır bizə onu rəndələ söy Yes elə söy Yes elə söy Qurtara bilərik onu oradan biz nəsələ söy Xəmrəni yoxulduğumuz rapçilər Köhnə çörək kimi boyatdılar Tıqqılı bəbələri idilər Dilləri uzandı boyatdılar Okey Mafiya motorunu söndürmüşdü İllər əvvəl onu öldürmüşdü Bunca zaman sonra yatmış vulkanı oyatdılar Dünəndən beri harda əyri ot bitirsə hamımını məndən bilir Hərdən ölüyəm hərdən diri Sümüyə bıçaq beni beldən girir NATO bəti raplə də məşğul olmasa da 5 ildir yer altında tanıyan bilir Az nəbi mənəm qiyamət eləmişlərinin başını bel yelləndirir Deməli belə, episod hazırda 8-ə qalır 26 dəqiqə. Mən bayaqdan Amonun suallarını işləyirəm. Deməli belə, 3 dənə sınaq qalıb hələ. 3 dənə Amodan test qalıb. Hərəsində 25 sual, 75. 2-ci, 3-cü, 4-cü sinifdə yəni rahatdılar. Yəni onları ortalama yarım saata qutararam. Onları təxminən yarım saata qutararam. Ondan sonra qalır Rufonun suallarına baxmaq, onu hələlik ən axıra saxlayacağam. Əsas həndəsən əsanla işləmə 2 dənə sınaq işləməyə qalır. Bir də tüzaqlardan 2 dənə sınaq işləməyə qalır. Sınaqların dənəsinə, ortalama hərəsinə 20 sual olur. Dənəsinə elə 15 dəqiqə vaxt sərf edəcəm. Maksimum 20 dəqiqə vaxt sərf edəcəm, 80 dəqiqə. Paşti 1 saatda dənəsinə 15 dəqiqə sərf edərəm indi. 1 saat onlar qutarır. Ondan sonra qalır Python. 1 saat da o ortalama vaxtımı aparsa 2 saat. 8-ə qalmışdan olur saat 10-a qalmış. Mən də 11-də yatıram. Özümə bir şey qoymuşam ki, ən gec belə 11-də yatmalıyam. O vaxta qədər də Rufon suallarına baxaram. Yatmamışdan qabaq da bir kitab oxuyaram falan. Ondan sonra da yataram da. Prosto Rufonun suallarına baxandan sonra ya da Rufonun sualları baxmağa başlayandan sonra mən bir video çəkmərəm. Başlayaram videonu editləməyə. Çünki bunu editləmək lazımdır. Məncə belə işlər. Gedirəm indi şey eləməyə. Həmin Amonu bitirməyə. Yo, başlayırlar hər saat bir dəfəli Olacaqsan bizi dinləməli Sözlərimiz ağır və təhlükəli Gəlir fərqli gəlir, bu da fərqli gəlir Yoldaşım o gəl şəhərə qədər Gecəni oyanılan bir səhərə qədər Dansıraq qaçaratlara bu musiqi yaşadır bizi olana qədər Bizim oyunumuz başlayıb Graham Clash Mənə pul lazım bir də flame baş Sus mənə sevgidən demə heç kimi sevmirəm Mənim ürəyimdə daş var Yanımda çox adam var bizim kanaldan çək Amma çox da dalma mənim adamım Sən deyirsən bu cüz propaganda Mənim adamım gəzir cibimdə partladanla Bam, bacarsan gəl dalımca Rap in the flow və mənə Deməli belə, nəhayət Zipgrade-də bitirdim. Bir dəqiqə, mən ekrandan özümü qəribə gördüm bir dəqiqə. Zipgrade-i mən bitirdim və bu günləri ən sevdiyim nə oldu? Mənim belə şeylərdən xoşum gəlir.
Bir vərəq olsun. Vərəqi o üzlü bu üzlü doldurum, yəni yazmağa bir yerim qalmasın da. Bu mənə həddindən artıq ləzzət eləyir də. Bu günləri bunu elədim, yenə də bir A4 götürmüşdüm. Nə hesablama lazım olsa falan bunun üstündə elədim. Bu çox ləzzət eləyir də mənə. Zibqreli bitirdim, sadəcə Elefonun sualları qaldı. Onlara baxmalıyam. Daha sonrasında idman qalıb, Python qalıb, əlinisə nəssanlaşlarından 2 sınaq qalıb, bir də şeydən, 3 bucaqlardan 2 dənə sınaq qalıb. Görək indi nə olacaq, nə olmayacaq. Saat da 9-a qalır, 27 dəqiqə. İstəyirəm ki, idmanı eləyim, timim çıxım, Pythonu öyrənim, daha Pythona da yəni vaxtımı ayırım. Ondan sonra nə eləmək olar? Gedim həndəsə ilə 3 bucağı işləyim. Həm biraz başım açılar. O RFRF var araya. What are you doing? Bir dəqiqə, beynim yandı bir dəqiqə. Nə eləməliyəm, qram bilmirəm. Amma bu gün dəhşət qəşəng keçdi ya bu arada. Yəni qəşəng məhsulları qaldım bu gündən. Belə indiyənə kimi mən belə bir günüm olmamışdı. Oturum bu qədər dərs edeyim falan. Dəhşət qəşəngdir bu günləri. Əslində belə bir şey eləmək olar ki, həndəsə nəssanlaşları ilə 3 bucaqları sabah saxlayım. Sabahları informatikadan qayıdandan sonra yazaram falan filan. Yəni əslində onu da eləmək olar. Bilmirəm. Amma Rufoya bu günləri baxmaq istəyirəm də. Rufoya bir baxım. Salam verin, o da mənə salam versin. Sonra çıxım yemişimin dalıyca. Onu istəyirəm bu günləri bir dənə eləyim. Belə gəldim otağa, dəftər qabağımda. İdmanı əslində bilmirəm, pas keçmək istəyirəm də, istəmirəm də, amma keçməyəcəyəm. Yəni eləyəcəyəm bu günləri. Python-da keçməyəcəyəm, Python-da eləyəcəyəm də, eləməliyəm yəni. Bundan görə qaçış yoxdur. Bu gün eləməliyəm də, neçə gündür belə necə deyim, ötələyirəm, eləyərəm sonra falan. Amma eləmirəm də, ona görə də bu gün eləməliyəm. 3 bucaq həndəsə qalır. Böyük ehtimal onları saxlayaram uzaqbaşı sabaha ki, sabah yazım. Çünki onsuz bizim riyaziyyat hazırlığımız hələ var. Düzdür, biz bu hazırlıqdır da, ümumiyyətlə elə belə özüm eləmək istəyirəm deyəni deyirdim, eləyim şeyləri. Amma əsas bu Rufo, idman bir də Python. O üçünü mütləq eləməliyəm. Ona görə bax bir şey, beyin söndü, idmanı indi bir dəqiqə eləyəm. Amma mükəmməl idman görüntülərimi burada qoya bilməyəcəyəm. Sonrasında Rufon suallarına idmanımı eləyim, timim çıxım. Sonrasında Rufon suallarına baxım. Sonra etməmişdən qabaq Pythonu öyrənim, məşqini eləyim. Kitabımı oxuyum, yatım. Elə bilin ki, idmanımı elədim, timdim çıxdım. Rufomun suallarına baxdım. Pythonumu öyrəndim. Sonra bir dənə videomu editlədim, kitabımı oxudum, sonra da yatdım. Bomba kimi, əla bir dənə plan. Hələ vaxt qalsa şeydə işləyərik. Həndəsə ilə 3 bucağı da işləyərik. Ən azından bir sınaq işləyərik. Deməli belə, mən hal-hazırda burada bu videonu bitirirəm. İdmanı elədim. Sonrasında Rufoya baxdım. Sadəcə bir dənə Python qalıb, saat da indi ona qalır. Bir dəqiqə başım. Nə deyəcəkdim mən? Nəsə burada videonu bitirirəm. Sabahki videoda görüşənə qədər sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. Bu qədər.